Başlamazdan əvvəl bu sizin üçün son xəbərdarlıqdır. Bu hekayəni sona qədər dinləməyin. Baş verə biləcək heç nəyə görə biz məsuliyyət daşımırıq. Bu sadəcə bir açıqlama deyil. Bu keçmişin səsidir. Heç vaxt bunu danışmaq lazım değildi. Çünki siz bunu eşitməli deyildiniz. Keçmiş həyatınızda necə öldüyünüzü mən sizə dəqiq və soyuq şəkildə söyləyəcəyəm. Siz kənd məktəbində müəllim işləyirdiniz. Səhər qapını açdınız. Koridorlar çox uzun idi. Toz basmış kitabların səhifələri saralmışdı. Bir axşam gec saatlarda siz arxiv otağına daxil oldunuz. Bir qutunun içində köhnə qeyd kitabı vardı. Kitabın arasından bir vərəq çıxdı. Üzərində bir ad və bir tarix yazılmışdı. O da yoxluğun tarixi idi. Siz vərəqi oxudunuz. Sözlər dilə yapışdı. İşıq birdən titrəşdi. Qapı arxadan bağlandı. Telefon sönmüşdü. Güzgüyə baxdınız. Güzgüdəki obrazınız sizinlə eynilikdə değildi. O, qısa bir müddətdə sizi tanıdı, sonra sizi təqlid etməyə başladı. Onun gülüşü sizin gülüşünüzdən daha uzun sürdü. Siz qapını çırpdınız. O açılmadı. Səs çıxara bilmədiniz. Koridorlar sustu. Sabahın kitablarından sizin adınız yox oldu. Şəkillər soldu. Məzuniyyət siyahısından xətt çəkildi. Siz tədricən yoxa çıxdınız. İnsanlar sizi xatırlamayır. O gecə arxivdəki vərəq sizə son sözünüzü verdi. İndi bu səsi eşidirsiniz. Bu, o gecənin xatırlatmasıdır. Xatırlamaq istəyirsiniz, yoxsa bir daha o qapını bağlamaq? Əgər keçmişdə necə öldüyünüzü xatırlasınız, şərh yazın. Biz oyananların sayını izləyirik. Yenidən xoş gəldiniz.